Göyərtinin ən bol zamanında düşünürəm ki, bunu hazırlamaq həm asan da olur, həm də daha xeyirli, sağlıqlı qidadır. Müxtəlif göyərtilərdən istifadə etdim. Üzərinə isə şor əlavə edirəm. Bunun özəlliyi məncə şordadır. Daha sonra hazır yuxalar istifadə etdim. Siz istərsəniz özünüz də yuxa yaya bilərsiniz. Ancaq belə daha rahat başa gəlir, həm də daha çox xırt-xırt olur. Bu cürə üçbucaq formasında yuxaları kəsirəm və içərisinə içlikdən qoyub yağda qızardıram. Siz istəsəniz sobada da edə bilərsiniz. Daha sağlıqlı olar. Yağsız olur o zaman. Sobada edərkən üzərinə yumurta vurmağı unutmayın. Qızararkən digər üzünə çevirib hər tərəfin yaxşı-yaxşı qızardırıq. Daha sonra isə qaba əlavə edirik. Budur, çox qəşəng, xırt-xırt, çox dadlı, həm sağlıqlı bizim lavaşdan olan qəlyalantımız hazırdır. Siz də hazırlayın. Sizə də əminəm ki, bundan da gözəl alınacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bura qədər izləmişsinizsə, kanala like atıb abunə olmağı unutmayın. İnşallah yeni videolarda görüşənə dək hələlik.